Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Hem yaşamak isteyen, hem təsərrüfat qurmaq istəyən qaraş və bacılarımız üçün, xanımlarımız, dayılarımız, əmlərimiz üçün, hamı üçün qəşəng 25 sot torpaqla həyat evi satışa çıxarmışıq. Qiymətindən deyirəm, ürəyiniz rahat olsun. Cəmi, bax, 35 bin manatı təklif olunur. Yepyeni tikilmiş hündür yekə bir evdir. Yekə bir evdir. Bax, girişinə qəşəng belə bax, dəmir qapısı zadı qardaş göstər. Qaz xəttinə bax, bura qədər gəlibdir. Hadi bax. Qaz xətti. Tez bala geriyə içəri, bax, dəmir qapısı zadı. Gördüyün kimi qəşəng yəni. Bax, bax, bax. Yaşıllığa bax. Bir dənə ananasla kivi çatışmır. Qanlı bu meyvə var. Bax, 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 yaşıllığa maşallah. 25 sot torpaq, 15 sot həyətyanı, 10 sot təsərrüfat. Sağda sanitar qovşağı. Bax, həyətdə sanitar qovşağı hazır tikilibdir. Gəl. Gəl qardaş. Bax, 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 evə bax, evə bax. Evin öndən görüntüsü. Bax, maşın salmaq qaraj da var. Maşını da sala bilərsiniz və yaxud da özünüz də girə bilərsiniz, baxın məqsədinizə. Bax, bax. Yaşlığı göstər qardaş, ora bax. Meyvə ağaclarına iğnə bax. Bax, bax. Hər şey var, alma var, doğal var, armut var, alça var, ərik var. Eşələsən başqa qarajlar da çıxarsın, burası eşələməyə bax, yoxdur qardaş, gəl. Bax, təxmini olaraq 8 tonluq su övzəsi. Bax, 8 tonluq su övzəsi var. Plus əlavə olaraq da su bakı var. Bax qardaş, gördüyünüz kimi və yaxud da üstündən çıxıb, bax qardaş, və yaxud da üstündən çıxıb malqara itənə boylana bilirsiniz. Onun üçün də pilləkənləri də var. Bax, hər bir tərəfə bağlıdır qardaş, hər bir tərəfə bağlıdır. Bax, gördüyün kimi. Gəl bax. Əla. Evin də öndən görüntüsü budur. 2 qat daşdan istifadə olunub, çöl tərəfi, kəsmə, daşdır, içərisində kərpişdir. Gəl qardaş, pəncərələr plastik. 35 bin manata belə şey yoxdur. Lütfen bir şey xatırlatma edeyim. Barter də var. Nədir barter? Avtomobil verib, üstünə pul verməkdən də evi əldə edə bilərsiniz. İnşallah yenə demək istəyirəm ki, tallar 4 yoluna yaxın, tallarla türlünün kəsişməsində. Gəl içəri inşallah. Həyətdə əvvələ bir şey də var. Bax qardaş, görürsünüz. Onu bəs edir. Yox, gəl. Gəl qardaş, içəri. Bax. İçəri divarları suvaq olubdur. Suvaqlara bax, hündür padvalı olduqca hündürdür. Deməli, 3 otaqdır. Plus sanitar qovşağı və sanuzel üçün yer qoyulubdur. O başda mətbəx kimi istifadə olunur. Göstər qardaş, aysa, otaqları sağa sola hayırır bura. Bax, qəşəng, gəl. Gəl qardaşım, bax. 2 qatdır. Divarları 2 qatdır qardaş. Çölü kəsmə daşdır, içərisi kərpişdir. Və ələ sahəsi hazır, nə olubdur? Suları da vurulubdur, hazır. Evdə cüzi xərclər qalıb qardaş. Bax, oldu da çox geniş və yekka evdir, yekka. Bax, qəşəng, bax, qardaş, ora bax. Görürsən qardaş? Buna bax qardaş, bu nə deyirəm? Bir də buranı da göstər qardaş. Arxa divarı göstər. Ayısı var. Deməli, qiymət 35 bin manata təklif olunur. İdeal bütün qufça, sənət, ayaqqabı, razmiyəzət, hər şey var necə lazımdır. Təklif də maraqlıdır. Avtomobil verin üstündə pul verməkdən də bura sahib ola bilərsiniz. Qiymətdə reallıq olsa, real müştəri gəlsə, olur daylar yekə bir dənə tərəf olan qüzədən gəlir, ayaqda olur çox sıvaq ayağında. Belə ağ köynək kletkalı zadlı belə, ağ kefqə olur başlarına çox sıvaq. Açara salınan yerə dəyir. Deməli, öyle dayılarımız gəlsə qiymətdə endirim eləyəcək. Səhvdə nömrə qeyd olunub, yazan və yazan gedə bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullahi və Rəhmətullahi.